Dostlar, elektron imza və elektron sənəd haqqında qanunda qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və ya dövlət qeydiyyatı tələb olunduqda elektron sənəd və ya onun bu qanunun 25.1-ci maddəsinin tələblərinə cavab verən surəti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qeydə alınır və təsdiq edilir. Gəlin biz buna baxaq ki, həyatda hansı hallarda notarius təsdiq olunur və yaxud dövlət qeydiyyatına alınır. İlk olaraq notarius qaydasında təsdiqə baxaq. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, sənədi sadəcə evdə oturub imzalamaq kifayət deyil. Dövlət notarius vasitəsilə əmin olmalıdır ki, bu sənədi imzalayan həqiqətən də sizsiz və bunu məcburiyyət qarşısında etmirsiniz. İndi gəlin nümunələrə baxaq. Məsələn, etibarnaməyə baxaq. Tutaq ki, dostunuzun maşınını idarə etmək istəyirsiniz. Dostunuz evdə bir kağıza icazə verirəm yazsa, yol polisi əlbəttə ki, bunu qəbul eləməz. Ümumiyyətlə, biz getməliyik notariusa, rəsmi etibarnamə verilməlidir. Və bu maddə deyir ki, əgər bu etibarnamə elektron formada olarsa, o da eyni qaydada notarius sistemindən keçməlidir. Və yaxud ikinci bir misal deyə bilərəm. Uşağın xaricə getməsi üçün icazə. Əgər uşaq yalnız anası ilə xaricə gedirsə, atanın notariusda təsdiq edilmiş razılıq ərizəsi lazımdır. Yəni burada məna budur ki, bu sənədlər bəli çox ciddi olsa da, dövlət gözümlə görməsəm sanki inanmıram deyir. İndi isə keçək ikinci hissəyə. Dövlət qeydiyyatı dedik və görək dövlət qeydiyyatı nədir? Yəni bu o deməkdir ki, sənəd imzalanandan sonra dövlət xüsusi bir kitabı olur, reyestri, bazası, bura yazmalıdır. Əgər ora yazılmasa, o zaman sənədin hüquqi qüvvəsi olmur. Gəlin buna da aid nümunələrə baxaq. Məsələn, ev alqı-satqısına. Tutalım bir ev alırsınız. Satıcı ilə bir müqavilə imzaladınız, amma bu kifayət deyil. Siz, belə deyək, daşınmaz əmlakın dövlət reyestrlərinə müraciət edib, evi öz adınıza keçirməlisiniz. Yəni, qeydiyyata aldırmalısınız. Həmin maddədə deyir ki, bu alqı-satqı müqaviləsi elektron olsa belə, yenə də gedib dövlət reyestrində qeydiyyata düşməlidir. Və yaxud iki gənc bir-birini sevir, birlikdə yaşayırlar. Bu rəsmi ailə sayılmır. Onlar mütləq, belə deyək, ZAKS-a gedib nikahlarını dövlət qeydiyyatlarına almalıdırlar. Və yaxud digər bir nümunə də verə bilərəm sizə. Məsəl üçün bir şirkət açmaq istəyirsiniz, MMC. Dostlarınızla biznes qurursunuz, nizamnamə yazdınız, imzaladınız. Amma vergilər xidmətində dövlət qeydiyyatına alınmasa, şirkətiniz sayılır. Maddənin canında, belə deyək, bu maddədə bizə bunu demək istəyir ki, yəni sən sənədi kağızda yox, elektron formada da